Salam. Gəlin incə şəkilçisini təhlil edək. Burada əgər incə şəkilçisi doyunca, layiqincə kimi sözləri artırılır. İncə şəkilçisi həm fe'li bağlama şəkilçisidir, həm də zərfin şəkilçisidir. Əgər bu incənin üzərinə xətt çəkdikdən sonra yerdə qalan fe'l olarsa, onda bu olur fe'li bağlama. Layiqincə sözündə incənin üzərinə xətt çəkdikdən sonra yerdə layiqincə, lazımınca, lazım, layiq sözlər qalarsa, olur sözümüzün kökü zərf. Daha sonra dönə-dönə, qoşa-qoşa, tikə-tikə sözlər var ki, bunlar həm zərf mövqeyində, həm fe'li bağlama mövqeyində çıxış edir. Əgər bu dönə-dönə, qoşa-qoşa bu sözlərin yerinə mən rahatlıqla ara qərəqi artırıb cümləmi rahat oxuya bilirəmsə, həm də məzmuna uyğun gəlsin. Onda olur fe'li bağlama. Mən bu sözü sənə dəfələrlə demişəm, dönə-dönə demişəm, dəfələrlə demişəm. Onda olur zərf. Yox, əgər desəm ki, mən küçələri dönə-dönə gəldim, sizə çatdım, bunda isə olur fe'li bağlama. Digər sözlərdə onu kimi deyə bilərik. Mən əti tikə-tikə doğramışam, burada olur zərf. Daha sonra mən paltarı tikə-tikə səninlə söhbət edirdim, tikərək səninlə söhbət edirdim, olur fe'li bağlama. Daha sonra qoşa-qoşa, arabanı qoşa-qoşa həm də danışırdı. Qoşaraq danışırdı, fe'li bağlama. Yox, əgər çıranlar qoşa-qoşa düzülmüşdür, burada isə olur zərf. Daha sonra bir sözümüz də var, dama-dama. Dama-dama köynək geyinmişdi, oldu sifət, çünki əşyanın necəliyini bildirir. Daha sonra su dama-dama göl olar, damaraq göl olar. Burada da oldu yenə fe'li bağlama.